Bu nə inqilabi xəbərdir, nə şok xəbərdir. Bu sadəcə olaraq insanlıq tarixinin ən möhtəşəm və inanılmaz, hətta heyrətə gətirəcək qədər ağla sığmaz bir xəbəridir. İnsan hüceyrəsindən, adam dərisindən embrion yaratdılar, yəni uşaq. Artıq bir insanın, bir uşağın dünyaya gəlməsi üçün iki insanın hüceyrəsi kifayət eləyir. Artıq eyni cinsli ailələrdə belə övlad olma ehtimalı yaranır. Bu bilirsiniz nə deməkdir? Yəni insan yaratmaq bacarığıdır. Amma bir əmma var. Təbii ki, o qədər də asan məsələ deyil. Əmma nədən ibarətdir? Kəmalə Osmanovanı dinləyəndə biləcəksiniz. Mən isə sadəcə 2 söz deyəcəm. 6 gün. Bu sizə nə isə xatırladır? Eyni cinsli cütlüklərin də övladı ola bilər. Amerikalı alimlər ilk dəfə insanın dəri hüceyrələrindən götürülmüş DNT-yə manipulyasiya edərək sperma ilə mayalandırıb insan embrionlarının yaradılmasına nail olub. Bu texnologiya qocalıq və ya xəstəlik nəticəsində yaranan sonsuzluğun öhdəsindən gəlməyə kömək eləyəcək. Yeni həyat üçün başlanğıc nöqtəsi kimi bədəndəki demək olar ki, hər hansısa bir hüceyrədən istifadə ediləcək. Bu hətta eyni cinsdən olan cütlüklərin genetik olaraq özlərinə bənzəyən uşaq sahibi olmasına icazə verə bilər. Nature Communication jurnalında dərc edilən araşdırmada 82 funksional yumurtanın əldə edildiyi məlum olub. Onlar sperma ilə dönləndirilib və bəziləri embrion inkişafının erkən mərhələlərinə çatdırılıb. Amma embrionlar 6 gündən çox qalmayıb. Məqalədə deyilir ki, araşdırmalar davam edir və alimlər bu sahədə daha böyük nailiyyət qazanacaqlarına əmindirlər.